Hə, nə edək? Dedi istirahət zamanı, istirahət vaxtıdır. Ölkədən xaricə çıxmağa nə lüzum var ki? Nə qədər gözəl rayonlarımız, bölgələrimiz, otellərimiz var. Maşallah, hər rayonda artıq möhtəşəm 5 ulduz otellər var və biz rahatlıqla onlarda istirahət edə bilirik. Bunun üçün də xaricə getməyə, hətta qardaş ölkə Türkiyəyə gedib orada pullar xərcləməyə mənə elə gəlir ki, dəyməz. Yenə də nə qədər gözəllik varsa elə öz təbiətimizdə, nə qədər dadlı, ləzzətli yeməklər varsa da öz restoranlarımızda, öz otellərimizdədir. Şabrana gəldikdə isə Şabran Bakıdan cəmi 2 saatlıq yolla kənardadır. Və bu yolu gedərkən də nə darıxırsan, heç radioda qulaq asmaq istəmirsən. Ona görə də yol əksinə insanla söhbət edir. Oradakı ağaclar, yaşıllıqlar könlünü xoş edir, ruhunu sakitləşdirir. Amma ruhumuzun sakitləşəcəyi vaxt hələ qarşıdadır. Çünki bizi qabaqda, bəli, Şabran otel gözləyir. Şabran Welbeck Resort. Gəlin bu otelimizi sizə təqdim edim. Dağlardan və meşələrdən tədricən uzaqlaşdığımız zaman Ayurveda terapiyasını təqdim edən otelimizə gələn yolda həzin sükunət hissi sizi müşayiət etməyə başlayacaq. Otelimizin geniş və yaşıl ərazisinə daxil olanda otelimizin heyrətamiz memarlığına, interyerinin möhtəşəm dizaynına valeh olacaqsınız. Geniş və işıqlı vestibulları, qonaqlarımızın təbiətin çalarlarını əks etdirən dekorasiya elementləri ilə bəzədilmiş dəbdəbəyə qərq olmağa dəvət edəcək. Maşınımızı rahat park edəndən sonra biz Şabran Welbeck'ə daxil oluruq. Milara xanım məni burada qarşılayır və keçək görək bizə hansı otaq təqdim edəcəklər. Buranın xidmətləri çoxdur. Tam ailəvi premium oteldir. Xoş gördük. Hər vaxtınız xeyir. Bizim burada rezervasiyamız var idi. Tabii ki. Artıq hər bir şeydə xəbərdardırlar. Ay, salam əleykum. Xoş gördük. Seymur bəy hər zaman bizi burada necə lazım qarşılayır və qonaqlarla əlaqəli bütün məsələlərdə Seymur bəy özü məşğul olur. Xoş gördük bir daha. Çoxdan sizi görmürəm. Düz 1 ildir. 1 il bundan qabaq burada olmuşdum mən və var olun hər bir şey üçün. Çok hoşlanmışam görmək, çox xoşlanmışam. İndi isə keçir rezervasiyaya. Düz 1 il bundan əvvəl burada olmuşam və onda otağımın nömrəsi 3107 idi. İndi isə biz 3106-ya gedirik. Mətanət xanım gələn kimi marujnasını götürür. Hələ ki royal nəzərini çəkmir ola bilər. Burada emanat, milyon, pay, ABB-nin bankomatı. Mətanət gəl. Nilar, sən özün bilirsən də. Necə? 31-dirsə, deməli 3-cü mərtəbə. 3. Alacağız. Biz qalxdıq 3-ə. Hara gələk? Kart səndədir. Özün aça bilirsən. Deməli 3106-dır bizdə. Biz keçən 3107-də qalmışdıq. 3106. Milara xanım. Milara xanım. Aç. Biz 07-də qalmışıq o birisi otaqda. Açırsan? Aç da biz. Kömək edeyim. Bəh, qəşəng sərin. Mən götürəm kartı. Bir. Təşəkkürlər. Gələn kimi otağımızın təmizliyi. Üstündə şirniyyat. Ooo! Tort da qoyublar. Bəh. Bu nə üçün? Mənə ekskluziv Happy Birthday. Burada 2 nəfərlik. Məndədir. Çantalarımız gəldi.
Bu da uşaqların otağı. 2 nəfərlik. Balacaların sanuzeli. Başka nəsə lazımdır? Bu bizim otağımızdır ya. Sizin otağınız o yandadır. Bu da digər. Ama komplektasiyalarda nələr var? Daraq var, maçalka var, kisə var, makyaj dəsti, duş papağı, tıraş seti. Tıraş seti lazımdır. Və mənzərəyə baxaq da. İndi görüm. Mənzərədə bəh. Eyvanımız yan yana. Bu var da birazdan. Şabran Building Resort'ta bir Ruvay restoran var, Avropa mətbəxi. Bir də Ahəng restoranı var ki, burada milli mətbəxdir. Kebabları möhtəşəmdir. Nədət imkan verir. Bu normal bir şeydir, bu olan bir şey. Kebab birazdan gələcək. Hələ ki Bu da badımcan sarmasıdır. Salat. Salatıdır, aynı salatdan qaldı. Ne istəyirsən? Götür, yap. Ət, hər kəsən bir istəyi var. Birazdan kebablar gələcək, mən kebabları birazdan göstərirəm. necədir kebab? Mükəmməldir. Kebaba söz ola bilməz. Burada, Baskalda, Marxalda, üçündə də möhtəşəm kebab hazırlayırlar. Burada kebabın ləzzəti bir başqadır. Milaş, hara gedirsiniz? Kino teatra, bəli. Şabranda hər gün bir proqram qurulur. Xüsusən də uşaqlar nəzərə alınır. Səhər uşaqlar üçün həyətdə bir balaca əyləncəli bir şoular göstərirlər. Sonra burada kids room'da face art olur. Milaş, üzvə baxım. Necə ki bizim uşaq da bugün face artda iştirak edir. Bir də ki indi kinozalda uşaqlar üçün multik göstərirlər. Mənim də ağzım bir balaca belə əyilib. O da olan bir şeydir. Onun da öhdəsindən gələcək. Gedək görək kinoteatrda uşaqlar üçün nə göstərirlər. Kinoteatr. Mətanət seni gəl. Sakit. What? Kinoteatr. Yaparsanız yapın ama sakın şam fıstıklı dondurmadan yemeyin. Acayip bir şey. Bu dostlar hər gün uşaqların əyləncəsi üçün proqram qururlar Teşekkürler benden. və uşaqları əyləndirirlər. Biraz heyecanlandı galiba. Ne oldu ya? Aksiliğe bak. Yanında hava olan var mı? Sağlam, rahat, huzurlu istirahət üçündür. Bu Şabran Wellbeing Resort. Və burada sözün əsl mənasında ruhu yeniləyirsən, ruhu təzələyirsən. Və hər bir otaq nömrəsinin özünə məxsus gözəlliyi var. Burada velosipedlər, uşaqlar üçün skuterlər, yəni bu nəqliyyat vasitələri də otel ərazisində sürmək üçün, sağlam həyat tərzini daha da aktivləşdirmək üçün. Məsələn, buranın spa zalı var ki, yavaş-yavaş gedərik ora. Mən bura hər dəfə gələndə masajdan istifadə etmişəm. İndi bu dəfə müəyyən səbəblərdən, indi özüm sağlığımla, səhətimlə bağlı bir narahatlıq yaşayıram. Ona görə bu dəfə masajdan istifadə eləmədim. Nə masaj, nə sauna, nə spadan heç bir xidmətdən istifadə etmədim, amma möhtəşəmdir. Burada Hindistanlı mütəxəssislər var. Xüsusi bir mətbəx də var. Ona görə deyir, 100 deməkdənsə bir
görmək yaxşıdır. Mən indi yavaş-yavaş qalxıram spaya və spanın bütün xidmətlərini göstərəcəm. Həmin o dediyim velosipedlər, uşaqlar üçün maşınlar, arabalar, skuterlər, velosipedlər və hamısı buradadır. Bunları da resepsiyondan öyrənə bilərsiniz. Əlavə olaraq buradan belə çayxana kimi də var ki, o da rahat, sakit oturub istirahət etmək üçün əladır. Onu da deyim. Spa oradadır, yuxarıda. Mən də indi yavaş-yavaş gedirəm ikinci mərtəbəyə. İkinci mərtəbədən birbaşa spanı göstərəcəm. Bura əsas foyer hissədir və o hissədə bar və burada canlı musiqi də olur. Rıbayda səhər yeməyi, bunu da sizin üçün nümayiş etdirib göstərəcəm. Misra Love Lunch, burada canlı musiqilər olur. Birazdan restoranda da canlı musiqi olacaq. Tez gedək və qalxaq ikinci mərtəbəyə. Təmizlik gün ərzində salam elədik. Salam, hoş geldiniz. Xoş gördük, xoş gördük. Yorulmuyorsunuz, işiniz irəli. Allah çok hayırlısı olsun. Təmizlik 24 saat burada gedir və son dərəcə hər bir detala diqqət edirlər. Hər bir detala xüsusi olaraq yanaşırlar. Siz işinizdə olun, narahat olmayın. Mən sizə narahatlıq yaratmayayım. Və gedirik indi spanı göstərməyə. Sağ olun, işinizdə olurlar. Allah çok hayırlısı olsun. Çox sağ olun. Teşekkür ederiz size. Bura Ahəng restoranıdır. Sağ olun. Bura Ahəng restoranıdır, milli mətbəx. Burada isə uşaqlar üçün kids room. Bizim uşaqlar indi hal-hazırda tədbirdədirlər. Salam əleykum. Mən onların əlindən bir fürsət tapıb gəlmişəm bura. Ayurveda. Ayurveda Wellbeing Spa. Bu çox məşhur bir spa müalicə növü, yaşam tərzidir, mən deyərdim bir çox insanlar üçün. Çünki bildiyim qədərilə burada üçlü yanaşma tərzi olur. Məhz Ayurvedanın mənası da elə bundan irəli gəlir. Salam əleykum. Mən sizdən bir şey soruşum. Ayurvedanın əsas mənası nədən idi? Üçlü. Ayurvedanın mənası. Ayurveda Hintli alfabetidir. Aha. Hint dilində həyat bilgisi demək. Həyat bilgisi var. Həyat miksi. Həyat bilgisi. Həyat bilgisi. Bəli, Və bunlara əsasən daxildir ki, sakitlik, ruhu sakitlik, qidalanma, Bəli, bir də ki, müəyyən Və masajlar. ona uyğun masajlar da var burada. Aha. Əsasən bunlar istirahət edici masajlardır. Yəni yağları müalicə məqsədilə istifadə olunur. Yağlar müalicəsi. Bəli, bəli. Çox sağ olun, minnətdaram sizə. Və keçək görək, burada hansı növ masajlar var. Orada yazıda gördük. Və burada mən bir dəfə istifadə etmişəm nəyi? Deməli, alın nahiyədə sakit-sakit belə su tökülür və adamı çox sakitləşdirir o, qəşəng sakitləşdirir. Burada həkim otağıdır. Doktorlar xüsusi olaraq yoxlanışdan keçirirlər. Ondan sonra da nələrə ehtiyacı varsa onlar deyirlər. Burada xüsusi kardiyo otağıdır. Ürəyin yoxlanışı. Yer gəlmişkən liftlə birbaşa burada düşmək olur. Burada müəyyən yağ növləri var ki, o yağ növlərinin hər biri hansı məqsədlər üçün istifadə olunursa, onlar da təqdim edirlər. Ağrı kafaya. Burada tam sağlam qidalanma təqdim edirlər. Menyular xüsusi olaraq seçilib burada. Aşpazlar da xüsusi olaraq onları təqdim edirlər. Gəlin görək hansı yeməklər var. Bu masajlarında görün menyu var burada. Təmizlik mükəmməldir. Mükəmməl bir. Burada həkimlər tərəfindən təyin olunmuş belə deyim, menyuya əsasən menyu gördüm. Təyin olunmuş menyu əsasən qidalanma olur. Aura kafe. Baxaq görək.
Neler var burada? Səhər yeməyi, yulaflı upma, yaşıl lobya çatnısı. Qəşəng maraqlı bir şeydir. Bu nədir? Dosa bilmədim nədir, yalan deyərəm. Nə salatları var? Sadə kahı, pomidor, xiyar, közlənmiş biber salatı, kələm salatı, balqabaq əzməsindən salat, avokado salatı, şorbalar, kilokalori də qeyd olunub. Mükəmməldir. Və əslində menyu belə yazılmalıdır, bu tərzdə olmalıdır. Bu tam düzgün şəkildə yazılmış bir menyudur. Qiymətləri də yazılıb. Əslində tam olaraq belə olmalıdır ki, nədən nə qədər olur, nə alırsan, neçə kaloridir. Ödəniş terminalları təmizliyi mükəmməldir, mükəmməl. O qədər təmizdir ki bura, o qədər təmizdir ki. Hər bir şey çox gözəl. Keçək indi masaj otaqlarına. Bir masaj otağı. Keçək görək nə var. Həmişə hazırdır. İstənilən vaxt gəlirsənsə masaja, düz dəvəcədən yazılmalısan, o öz yerində. Burada bir dənə yoga otağı da var idi. Orada bir dəfə gəlmişəm. Elə maraqlıdır. Orada da istirahət otağı var. Orada da uzanmışam. Çox qəşəng yoga otağı. Şu sakin. Evet. Meditasiyanın ən gözəl üsullarından biri olan yoga. Yoga sevənlər burada rahatlıqla yoga ilə məşğul ola bilərlər. Yenə də deyirəm, hər bir detal, hər bir məkan, hər bir nöqtə belə mükəmməldir. Bura yalnız işçi heyəti üçündür. Sağlamız deyil. Yəni bax, bir dəfə bu xanım masaj eləyib, yadımdadır. Qəşəng masaj eləmişdi. Çox mükəmməl masaj eləmişdi. Xüsusən də boyun və baş. Bu istirahət otağıdır. Mən burada bir dəfə istirahət etmişəm. Burada qəşəng limonlu soda verirdilər. İndicə yadımdadır. O da var burada. Gəlin bir stəkan buradan içək. Otel elədir ki, hər kəs rahat və hər kəs özünü öz evindəki kimi hiss etməlidir. Amma stəkan qoymuram. Üstünə ki, artıq içilib. Məlumat xarakterli xarici qonaqlar üçün belə jurnallar da təqdim ediblər burada. Yəni, oturub istirahət zamanı Qobustan haqqında, ümumi turizmlə bağlı olan məlumatlar əldə edə bilərlər. Burada bir dənə də ailəvi otaq var idi. Sensum otağı. Deyəsən bura idi. Mən bir dəfə biz bura ailəvi olaraq gəlib, həm bura idi hələ. Və burada bu yanda jacuzzi olmalıdır. Burada saunadır. Burada saunadır. Deydi, mən bunu deyirdim. Buradan böyle su kimi, yağdır, sudur, neysə tökülürdü bu belə. Elə qəşəng masaj, adam bütün beynin sakitləşirdi. Orada buxardır, bu boçka kimi. Bu da belə buxar kimi bir yerdir. Bir dənə başı buradan çıxardırıq. Bədənimiz orada qalır. Burada ayaqları qəşəng yollar, masaj eləyirlər. Bura jacuzzidir, mükəmməl bir yerdir. Uşaqlarla biz bura gəlmişdik. Bura geyinib soyunma yeridir. Burada duş.
Burada bir dənə də masaj otağı var. Sonra bu nədir? Bu da masaj otağıdır. Bu da masaj otağıdır. Ay maşallah. Açıqdır, açıqdırsa keçək baxaq. Bəh. Burada gözəldir. Bilirsiniz nədir gözəllik? Bax, mən onu deyim də sizə. Adam girəndə rahatlaşır, adam ruhu rahatlaşır. Otağa girirsən, otağa girəndə artıq bu hava işıqlar yandırır. Mən yağındır da bunu səhərdən də. Görək ki, burada işıq var. Adam yüngülləşir, adam rahatlaşır. Adam ruhu sakitləşir. Mükəmməldir, elə deyilmi? İş arasındadır ki, mükəmməl və qüsursuzdur. Mən də bir otelçi olaraq, ən azından bir otel rəhbəriyəm. Və ona görə də bu işıq məsələsində çox diqqət edirəm. Çalışıram ki, işıq boş yerə getməsin. Burada da eyni tip otaqdır, masaj otağı. Bir sözlə də, yəni ər-arvad birlikdə rahat-rahat dincəlmək üçün, istirahət etmək üçün burada 2 nəfərlik belə masaj yerləri var. Çox mükəmməl yerdir. Təmizliyinə yenə də deyirəm, söz ola bilməz. Gigiyenik qaydalar tam olaraq riayət olunur. Saat 7-yə işləyib 15 dəqiqə. Birazdan canlı musiqi başlayacaq. Bu da Chavran Wellbeing Resort'da ən mükəmməl, qüsursuz istirahətin ən ali səviyyəsi olan Ayurveda. Ayurvedanı bir internetdə yazın, baxın, araşdırın, görəcəksiniz. Bu nə qədər bədən üçün, ruh üçün, sağlamlıq üçün lazımı və vacib deməzdim. Çünki hər adamın bir yanaşma tərzi var da. Cürbəcür insan var ki, fərqli yanaşma tərzləri var, fərqli üsullarla onlar istirahət edirlər. Amma şəxsən mən sevmirəm çox haykü, əyləncə. Mən bunu demişəm, bir daha deyirəm. Bura hayküylü, əyləncəli istirahət sevənlərin yeri deyil. Bura sakit, samballı, rahat, ruhunu, daxilini istirahət etmək istəyənlərin məkanıdır. Və gedirəm yavaş-yavaş uşaqlarımızın əyləndiyi yerə. Çünki uşaqların əyləncəsini hər dəqiqədə, hər saniyədə burada nəzərdə yetirirlər. Burada 6-cı mərtəbədə sinema zalı var, PlayStation, bilyard var. 2-ci mərtəbə Ayurveda idi. Ahəng restoranını göstərdim sizə. Terras və kids room'u da göstərmişəm. Uşaqlar buradadır. Uşaqlar bayatıdadır. Səslər gəlir. Ama devam edelim.
Növbəti dostumuz Şamizadə Dilara gəlir. Gəl Dilara, qaç. Aferin. Baxın. Növbəti Gözdə baxın. Baxın. Gəlir. Молодец, Yoşka. Şavran Welbing Resort 12,6 hektarlıq ərazini əhatə edir. Otel 119 otaq və suit nömrələrdən, eləcə də ayrıca inşa edilmiş 30 kotejdən ibarətdir. Otelin geniş ərazisinə piyada yolları, uşaq oyun meydançası, mini futbol meydançası, qapalı hovuz və geniş yay terasları da daxildir. Bu da otelindir də, düzdür? Logosu da var üstündə. O yandan olar. Sən də düşürsən ha. İndi bir dənə burada saxlayaq. İndi də otelin digər xidmətlərinin hamısını göstərdik. İndi də biz golf maşını ilə Vüsal bəyin köməkliyi ilə gedirik otelin tam olaraq tanışdığına. Burada bütün əməkdaşlar mehriban, qonaqpərvərdir və hər kəs ətraflı olaraq hər bir şey barədə məlumat verir. Vüsal bəy isə bizə otelin kotejləri haqqında məlumat verəcək. Belə aparım sizi göstərəm. Burada həm futbol oynamaq üçün, basketbol, top oyunları buradan. Sonra otelin xüsusi belə avtobusları da var. Servisi var ki, qrup şəklində gələnləri rahatlıqla birbaşa olduğu ünvanlardan Bakıdan bura gətirə bilirlər. Orada uşaq meydançasıdır. Burada işarələrlə göstərilmiş məlumat xarakterli lövhələr var. Bu kotejlər 2 mərtəbəli kotejlərdir. İki tərəfdə bir mərtəbəli kotejlər. Digər tərəfdə də 1 mərtəbəli kotejlər var. Sonralar restorana gedirik. Bu kotejlərin hər biri çox maraqlıdır. Deməli, bəstəkarlar koteji var, sonra rəssamlar koteji var. Yazıçılar koteji var. Yəni, yaradıcı insanlar üçün hər bir xırdalıq düşünülüb. Kotej sevənlər, villa sevənlər buralarda rahat istirahət edə bilər. Düzdür, bugün otelimiz tam olaraq doludur. Yoxsa mən kotejlərdə bilmirsən? Sakitlik sevənlər, sırf sakitlik, dincəlmək istəyənlər, əsl dincəlmək istəyənlər. Samballı istirahət etmək istəyən. Samballı istirahət. Sakit, rahat. Buranı seçir. Və səhərdən axşamacan o əylənmək istəyənlər Yox. burada nəsə tapa bilməz. Misal neçə ildir artıq bu otelin əməkdaşsınız? 2 il var inşallah. 2 il, inşallah. Uzun ömürlü olsun. Şavran ailəsinin üzvü olmaq necə hissdir? Gözəl, çox gözəldir. Və mənə gəlir ki, bu fəxrdir. Bəli. Çünki ölkənin ən premium otelinin, 5 ulduz otelinin, Bəlkə də bir nömrə deyər. məncə də. Burada uşaqlar üçün bax belə meydança da var. Daha da ola qəşəng istifadə edir. Bəli, Bir mərtəbəli kotejlər. parka gedəcək bu, 1 mərtəbəli Yazıçılar. kotejlər, yazıçılar üçün.
gəldim gələndə gördüm ki, bizim sevilən əməkdar artistimiz Elza xanım, Elza Seycahan kotejdə gəldi, yerləşdi, orada qalır. Sonra gördüm ki, artıq otel binasında digər yerdə Xatirə İslam, bir sözlə məşhurların, bir çox dövlət adamları, hökumət adamları, alimlərin, bir çox insanların üstünlük verdiyi oteldir. Burada da canlı musiqi gedir. İndi biz yavaş-yavaş restorana gedəcəyik. Elə buradan yol var restorana. Buradan qalxarıq onda. Salam verin amma. Salam. Vüsal, çox sağ olun. Təşəkkür edirəm. Var olun. Gözləyirik yolunuzu. Və Şabran adını layiqincə daşıyırsınız və layiqincə də qonaqpərvərliyinizdə xidmət edirsiniz. Təşəkkür edirəm. Onun üçün təşəkkürlər. Var olun. xidmətinizdəyik. Çox sağ olun. Və yavaş-yavaş yaxınlaşırıq restorana. Ahəng, hər gün canlı ifa. Yeməklər də çox gözəldir. Talih. Dünəndən yadımdadır. Talih adında süfrəçidir. Talih, hoş gördük, axşamın xeyir. Dünən bizə xidmət etmişdi və çox mükəmməl də xidməti var idi. Və Şabran Building'də səhər yeməyidir. Sabahınız xeyir. Səhər yeməyi üçün həmişə böyük bufet açılır. Və buradan istədiklərinizi rahatlıqla seçə bilirsiniz. Milara, indi hara gedirik? Hara? Bilmirsən? Deyirlər ki, uşaqlar üçün burada səhər idmanı var. Biz geyindik səhər idmanına. Başlayıb orada. Sonra da yoga olmalıdır. Yoga hardadır? Demişlər ki, otelin qabağında olacaq. Dünən 3 dənə diplom qazanan, 2 dənə. Biri mətanətindir. Çempion Milara bugün gedir. İdmanla məşğul olmaqda. Ay, tez qaç, tez qaç. Qaç. Qaç idmanla. Qızlar, necəsiz? Hara gedirik indi? Alayıq, gedirik yogaya. Yogaya. Yoga hardadır? Qabaqda. Getdik otelin önünə. 1, 2, 3, 4. 1, 2, 3, 4. Burada bir terapiya bağçası da var. Orada çoxlu dovşanlar var. Və 100-dən çox dovşan var orada. Təkcə 100-dən çox ancaq böyük dovşanlardır. Balacalar da çoxdur. Ümumiyyətlə götürsə hardasa 200 dovşan edir.
Və bu anda bura 2 dənə də dovşan gəlir. Bu dovşanlar da gedir dovşanın yanına. Uşaqlar indi bağlayıblar. Hacam. O da. Onlara ona görə istirahət üçün vaxt veriblər də. 100-dən çox dovşan var burada. Əksəriyyəti gizlənib o taxtaların altında. Deva burada gizləniblər. Bir də ki, bunun altında. Burada gizləniblər. Sağ ol Mətanət. Mətanət qıfılı açdı. Sağ ol səni qızım. Daha bura qədər açmışsan ki, burada oynasın, mən açım daha. Dovşanlar. Ay dovşanlar. Rozu dovşanlar. Burada dovşanlar üçün duz da qoyublar. Özləri üçün burada sərinləşirlər. İstidir bunlara. Oo, belə bir sort dovşan da var. Qulaqları sallanan. Baba, nə var çəksən? Bir daha şey tutmak istiyorum.
nəhayət bunların hər birini sizə göstərdim. İndi son olaraq nəyə görə Şabran Velvin Resort? Ona görə ki, ilk növbədə bura sakit mühitli, bura çox samballı və mənə görə ölkənin ən elit 5 ulduz otellərinin içərisində ən premium otelidir. Hələ buradan heç kəs narazı getməyib. Bura gəlməyə də dəyər, burada istirahət etməyə də dəyər. Əgər ruhunuzu, sağlamlığınızı rahatlıqla istirahət etmək istəyirsinizsə, gələ bilərsiniz bura. Çünki mən də səhhətimlə bağlı müəyyən narahatlıq yaşadım. Gəldim, ruhumu, səhhətimi sakitləşdirdim və gedirəm. Yenə də istirahətə. Hər zaman istirahət etmək lazımdır. Hələlik.